Salam, gəlin bugün çox qədim, amma heç vaxt köhnəlməyən bir suala baxaq. Amma bunu tamamilə fərqli bir pəncərədən edəcəyik. Machiavelli'nin gözü ilə xəyanəti bağışlamağın strateji təhlili. Sual budur, sizi aldadan partnyorunuzu bağışlamalısınız. Bu sual yəqin ki, çoxumuzun həyatında ən azı bir dəfə qarşısına çıxıb. Ürəyimiz bir tərəfə çəkir, məntiqimiz isə tam başqa bir şey deyir. Həqiqətən də çox emosional, çox şəxsi bir dilemmadır, deyilmi? Baxın, biz bugün bu müasir dilemmanı götürüb ona düz 500 il əvvəlin pəncərəsindən baxacağıq. Yəni, Niccolo Machiavelli'nin o soyuq, pragmatik fəlsəfəsi ilə. Hissləri bir kənara qoyub, güc, strategiya və insan təbiəti haqqında sərt reallıqlarla cavab axtaracağıq. Və deyim ki, Machiavelli'nin məsləhəti sizi çox təəccübləndirə bilər. Yaxşı, bəs yol xəritəmiz necə olacaq? Öncə Machiavelli'yə görə bu dilemmanın nə olduğunu anlamağa çalışacağıq. Sonra bağışlamağın niyə bir zəiflik kimi göründüyünə baxacağıq. İnsan təbiəti, nümunə təhlükəsi, strateji istisnalar və sonda hökmdarın yekun hökmü. Gəlin başlayaq. İlk mövzumuz zəiflik kimi görünən bağışlama. Yəni, mərhəmət güc oyununda niyə ölümcül bir qüsur ola bilər? Machiavelli üçün bilin ki, bağışlamaq heç də bir fəzilət deyil, əksinə böyük bir strateji səhvdir. Gəlin görək niyə belə düşünürdü. Onun fəlsəfəsini başa düşmək üçün bir açar söz var, virtu. Baxın, bu sözü bizdəki fəzilət kimi tərcümə etmək düzgün olmaz. Virtu təkcə yaxşı olmaq deyil, həm də güc, iradə, öz taleyinə hakim olmaq qabiliyyəti deməkdir. Yəni, effektiv olmaq, vəziyyəti idarə etmək. Və bu virtu anlayışı birbaşa onun bu məşhur statına bağlanır. İnsanlar qorxduqları kimsəyə zərər verməkdən çəkinərlər, amma sevdikləri kimsəyə zərər verməkdə tərəddüd etməzlər. Çox sərt səslənir, elə deyilmi? Amma bu fikir onun insan psixologiyasına baxışının özəyidir. Onun üçün sevgi etibarsızdır, dayanıqsızdır. Əsl güc isə qorxudan yaranır. Yaxşı, bəs asanlıqla bağışlasanız nə olar? Machiavelli'yə görə bu bir domino effekti yaradır. Birincisi, bu sizin virtu, yəni güc və iradə sahibi olmadığınızı göstərir. İkincisi, partnyorunuz belə bir nəticəyə gəlir. Xəyanətin heç bir cəzası, heç bir bədəli yoxdur. Bu da birbaşa hörmətin itirilməsinə gətirib çıxarır. Və Machiavelli üçün hörməti itirmək elə hakimiyyəti itirmək deməkdir. Yaxşı, bu güc məsələsi idi. İndi isə gələk ikinci, bəlkə də daha pessimist bir argumentə. Dəyişməz insan təbiəti. Yəni, Machiavelli'nin ikinci şanslara o kinayəli baxışı. Machiavelli insanlara heç də romantik yanaşmırdı. O inanırdı ki, insanlar təməl etibarıyla nankör və yalancıdır. Yəni, öz maraqlarını güdən etibarsız varlıqlardır. Və bu fikir onun bütün fəlsəfəsinin təməlidir. Xüsusilə də xəyanət məsələsində bu hər şeyi dəyişir. Bəs niyə güvən bir daha bərpa oluna bilməz? Baxın, Machiavelli deyir ki, xırda inciklikləri bağışlamaq olar, amma xəyanət böyük bir zərbədir. Həlledici məqam isə budur. Siz onu bağışlasanız belə, qarşı tərəf sizin həmişə içinizdə bir kin saxladığınızdan şübhələnəcək, həmişə qisas alacağınızdan qorxacaq və bu qorxu sırf özünü qorumaq üçün onu ilk fürsətdə sizə yenidən zərbə vurmağa sövq edəcək. Yəni, güvən bir dəfə qırıldısa, əbədi olaraq yox olur. Tam bir çıxılmaz vəziyyət. Gəldik üçüncü argumentə, nümunə təhlükəsi. Yəni, bir dəfə bağışlamaqla gələcəkdəki səhvlərə necə bir növ dəvətnamə göndərmiş olursunuz. Machiavelli deyir ki, hər addımınız bir presedent, bir nümunə yaradır. Baxın, burada incə bir məqam var. Mərhəmətli görünmək yaxşıdır, amma bu mərhəmətdən heç vaxt sui-istifadə edilməməlidir. Yəni, bu, sizin xarakterinizdəki bir zəiflik kimi görünməməlidir. Məsələ qəddar olmaq deyil, məsələ gücü qorumaqdır. Mərhəmətli görünə bilərsiniz, amma sərhədləriniz pozulan kimi qətiyyətli olduğunuzu göstərməlisiniz. Bəs siz xəyanəti bağışlayanda qarşı tərəfə əslində nə mesaj göndərirsiniz? Birincisi, sərhədlərinizin o qədər də möhkəm olmadığı mesajına. İkincisi, sizin sərhədlərinizi keçməyin təhlükəsiz olduğu mesajına və bu da gələcək üçün çox təhlükəli bir davranış modelinin təməlini qoyur. Yəni, siz əslində deyirsiniz ki, mənim sərhədlərim müzakirəyə açıqdır. Aha, indi gəldik bəlkə də ən maraqlı hissəyə. Yaxşı, bəs heç bir istisna yoxdur. Machiavelli'yə görə həmişə kəsib atmaq lazımdır. Əslində, bir strateji istisna var. Amma diqqətli olun, bu bizim bildiyimiz mənada bağışlamaq deyil.
Bu, bağışlamağın bir güc alətinə çevrildiyi andır. Gəlin fərqə baxaq. Bir var səmimi bağışlama. Bunun məqsədi nədir? Barışıq. Nəyə əsaslanır? Emosiya və güvəni bərpa etməyə çalışır. Bir də var Machiavelli'nin strateji bağışlaması. Bunun məqsədi nədir? Şəxsi mənfəət. Əsası nədir? Soyuq praqmatizm. Bəs güvən? Güvən əbədi olaraq tərk edilir. Tamamilə fərqli dünyalardır. Yaxşı, bəs bu Machiavelli'nin oyun kitabı necə işləyir? Deyək ki, o partnyoru yanınızda saxlamaq sizə status, sərvət və ya başqa bir strateji fayda gətirir. O zaman Machiavelli deyir, oyunu oyna. Birinci addım, emosional olaraq tamamilə qop. İkinci, o insana bir daha əsla qətiyyən güvənmə. Və üçüncü, sırf öz maraqlarını qorumaq üçün münasibətin görünüşünü, yəni fasadını qoru. Amma bunu unutmayaq, bu əsl bağışlamaq deyil. Bu bir simulyasiyadır. Mərhəmət aktı deyil, soyuqqanlı bir aldatma taktikasıdır. Machiavelli həmişə deyirdi ki, hökümdar həm şir kimi güclü, həm də tülkü kimi hiləgər olmalıdır. Bax bu, o tülkünün hiləgərliyidir. Yaxşı, bütün bu analizlərdən, strategiyalardan sonra gəldiyi yekun nəticəyə. Hökmdarın son hökmü nədir? Soyuq və sərt nəticə. Yaralı düşməni və ya sadiq olmayan partnyoru yanında saxlamaq, ilanı qoynunda saxlamaq kimidir. Bu yəqin ki, bütün məsələni özündə cəmləyən ən güclü bənzətmədir. Yəni, bağışlanmış, amma güvənilməyən bir partnyor həmişə bir təhlükədir. Hər an sizi sancmağa hazır olan bir ilan. Beləliklə, Machiavelli'nin hökmü çox aydındır. Səmimi bağışlamaq bir seçim deyil. Əgər ortada çox böyük bir strateji mənfəət yoxdursa, yeganə məntiqli yol insanın öz ləyaqətini və gücünü qorumaq üçün o münasibəti kəsib atmasıdır. Səmimi bağışlamaq, bu söz onun kitabında yoxdur. Yaxşı, bəs bütün bu 500 illik soyuq məntiqin bugün bizə nə faydası var? Bizim müasir münasibətlərimizdə strategiya harada bitir və səmimi duyğular harada başlayır? Bəlkə də əsl sual budur. Üzərində düşünməyə dəyər.